İbn Teymiyənin sözünü Əhlüsünnənin imamlarından yaxşı başa heç kim yaxşı başa düşə bilməz. Düzdür yoxsa yox? Sizin əhlüsünnə dediyiniz o vəhabi alimlərinin nə üstünlüyü var ki, onlara vəhiy mi gəlir, yaxud yuxuda nəsə bir şey mi görürlər, yoxsa Ömərin haqqında uydurduğunuz o rivayətlər ki var, Allahla birbaşa danışır, yoxsa mühəddəsdir sizin alimləriniz. Niyə görə onlar başa düşə bilərlər, biz başa düşə bilmərik? Başa düşdükləri də nə deyir? Fırlatmaqdır. Ömər deyir, ni'məl bid'atu hazihi, nə yaxşı bidətdir bu gətirdim. Deyirlər, yox, bunu lüğəvi mənada deyib. Budur sizin alimlərinizin tozihləri. Muaviyə deyir, Səədə ki, niyə əlini söymürsən? O da imtina eləyir, deyirlər, yox, bunu ona görə deyib ki, Səəd də başlasın İmam Əlini əleyhissalam tərifləməyə. Ömər deyir ki, Allahın kitabı Quran bizə bəsdir. Tozih edirlər ki, yox, Ömər bunu bu cür belə demək istəyir. Yəni nə var, öz istədikləri kimi fırladırlar, əqidələrinə uyğun fırladırlar, tozih eləyirlər. Sonra ortaya çıxan rəy olur Əhlüsünnənin rəyi və bunu ancaq bizim alimlər başa düşə bilərlər, siz başa düşə bilməzsiniz. Deyək ki, hər hansı bir məsələyə rəddiyə verərkən bu əqidə ilə bu məsələyə yanaşsa ki, nə desələr biz onsuz da bunu tozih eləyəcəyik. Onlar üçün Qurandan da nəsə gətirirsən, onlar onu deyəcəklər ki, bu başqa şeylərə alət edir. Misal üçün, Ömər girdi məscidə və gördü ki, məsciddə insanlar namaz qılırlar və qayıtdı onlara dedi ki, ya əyyuhəl kuffar, ya əyyuhəl kafirun, ey kafirlər. Və başladı möminləri təkfir eləməyə, peyğəmbərin, sahabələrini təyin eləməyə. Onlar arxayındılar. Artıq əllərində də qaydaları var. Arxayındılar, qulaq asırlar, deyirlər, bəli, belə bir şey var, səhih gəlir, heç bir problem yoxdur. Amma arxayındılar ki, bunu onsuz da tozih eləyəcəklər. Yozacaqlar gülməli yerlərə, özlərini, ta ki özlərini, Öməri, öz əqidələrini vəziyyətdən çıxarsınlar. Qayıdıb deyirlər ki, Ömər bu sözü deyib, heç bir burada problem yoxdur. Amma Ömərin qəsdi bu olur ki, ey kafirlər, ya əyyuhəl kuffəru bit-tağut. Yəni orada bir dənə bit-tağut sözü var. Ey tağuta, ey Allahdan başqa qanunlara, Allahdan başqa şeytana, nəfsə kafir olanlar. Yəni əslində demək istəyir ki, ey möminlər. Və başlayırlar bu cür tozih eləmək. Yəni arxayındılar, əllərində qaydalar var. Heç Ömərin özünün o vaxtlar, Əbu Bəkirin özünün o vaxtlar ağlına gəlməyən tozihlər bu gün bunların ağlına gəlir və